Hansı bəhdə numerativ söz kəmiyyət fərqi yaradıb? Bir dəstə çiçək, 5 dənə qələm, 7 baş keçi, 10 nəfər tələbə, 3 kiloqram qənd. Kəmiyyət fərqi yaratmaq, yəni say və numerativ sözə diqqətli olmaq lazımdır ki, hansı say fərqi və yaxud kəmiyyət fərqi yaradıb. 5 dənə qələmdə 5 dənə. Yəni bu yenə də 5 dənə olaraq qalır. Kəmiyyət fərqi yaratmayıb. O birlər də elədir. Amma A bəndində bir dəstə çiçək. Bir çiçək deyil bu. Bir dəstə çiçəkdir. Yəni dəstənin çiçəklərin çoxluğudur. Ona görə də kəmiyyət fərqi yaradan A olur. Düzgün cavab A bəndi. Hansı cümlədə say ismə aid deyil? A. Bu limonlar xeyli turşdur. Burada diqqətli olmaq lazımdır. Xeyli turşdur. Burada xeyli sözü say deyil. Bu ismə aid deyil. Buna görə də o zərf hesab olunacaq. Yəni testin çətin məqamı buradır. B. Komandir 5 kəşfiyyatçını düşmən arxasına göndərdi. Burada 5 kəşfiyyatçı isminə aiddir. D-də nə qədər çalışsa da daşı yerindən tərpədə bilmədi. Burada nə qədər sayın sualıdır, say deyil. Ona görə burada yoxdur. E. Birinci sırada valideynlər əyləşmişdilər. Birinci sözündə sıra isminə aid olacaq. C bəndində hospitalda 3 yaralının vəziyyəti ağır idi. 3 sayı burada yaralı ismində deyil, sifətinə aid. Yəni cavabımız düzgün olaraq C bəndi olacaq. Sayla sifətin oxşar cəhəti kimi verilə bilməz. A. Cümlədə ismin xüsusiyyətlərini qəbul edə bilir. Yəni bizim öyrəndiyimiz terminlə isimləşə bilirlər. Bəli. B bəndi cümlədə əsasən təyin vəzifəsində çıxış edir. Hər ikisi təyin vəzifəsində çıxış edə bilir. C. Quruluşca 3 cür olur. Hər ikisi quruluşca 3 cür olur. E. Cümlənin ismi xəbər olur. Hər ikisi cümlənin ismi xəbər ola bilir. D bəndində isə mürəkkəbləri bitişik, defislə və ayrı yazılır. Sayın mürəkkəbləri həm bitişik, həm defis, həm də ayrı yazıla bilir. Lakin mürəkkəb sifətlər bitişik və defislə yazıla bilər, ayrı yazıla bilməz. Buna görə düzgün cavab D bəndidir. Verilmiş əvəzliklərdən biri ismi əvəz etmir. A bəndi. Biri qeyri-müəyyən əvəzlikdə ismi əvəz edir. B. Bu işarə əvəzliyi ismi də əvəz edə bilər, sifəti də əvəz edə bilər və s. C. Ham ismi əvəz edə bilir. E. Nə ismi əvəz edə bilər sual əvəzliyi kimi. D. Hər, bütün, öz filan təyin əvəzliklər hər əvəzliyi ismi əvəz edə bilmir. Buna görə düzgün cavab D bəndidir. Cümlələrin birində əvəzlik ismi əvəz etmişdi. A. Bu gün belə mütəxəssislər lazımdır. Burada belə mütəxəssislər belə sifət əvəz eləyib. B. Bu kompüterlər artıq ehtiyacı ödəmir. Bu sifət əvəz eləyib. C. Həmin qəribə hadisə haqqında danışırdılar. Sifət əvəz eləyib həmin. D. Hansı yerləri gəzdiniz? Hansı da sifətin sualıdır və sifəti əvəz eləyib. E. Bəziləri hələ də tərəddüd içində idilər. Burada bəziləri qeyri-müəyyən əvəzlikdir. Bəzi sözü olaraq sifəti əvəz eləyə bilir. Lakin burada bəziləri cəm şəkilsi, mənsubiyyət şəkilsi qəbul etdiyi üçün ismi əvəz eləyə bilir və düzgün cavab E bəndidir. Hansı cümlələrdə əvəzliklərdən sonra vergül qoyulmalıdır? Durğu işarələri buraxılmışdır.
1. O niye bizə qoşulmur? Burada o kim sualına cavab verirsə də ondan sonra gələn əvəzlikdir. Buna görə vergül qoyulmaz. 2. Bu deyəsən biz axtardığımızdır. Bu ismi əvəz eləyib və ondan sonra modal söz gəlib. Modal sözündə hər iki tərəfindən vergül qoyular. Deməli, burada budan sonra vergül qoyulmalıdır. 3. O baxdıqca heyrətə gəlirdi. O kim sualına cavab verir, lakin ondan sonra feil gəldiyi üçün odan sonra vergül qoyulmaz. 4. O buradakı ən böyük binadır. O kim sualına cavab verir, ondan sonra sifət gəlir və o əvəzindən sonra vergül qoyular. 5. Bu daha yaxşı əsərdir. Bu nə sualına cavab verir, ondan sonra ədat gəlib, ona görə də ondan sonra vergül qoyulmaz. Deməli, vergül ikinci cümlədə və dördüncü cümlədə əvəzlikdən sonra qoyulmalıdır. Buna görə düzgün cavab B bəndidir. Hansı sırada feildən düzələn feillər verilmişdir? A. Şikayətlənmək, gileylənmək. Burada şikayət sözündən yaranıb, şikayətləmək sözü yoxdur. Ona görə də feildən yaranmayıb. C bəndində ağartmaq, ağarmaq, ağartmaq feildən yaranıb. Susamaq, su ismindən yaranıb. D. Qurulmaq, qurmaq feilindən qurulmaq yaranıb. Qurulamaq isə quru sifətindən feil yaranıb. E bəndində qaçışmaq, qaçmaqdan qaçışmaq yaranıb, yarışmaq isə sadə feildir, bu da uyğun gəlməz. Amma B bəndində bərkitmək, bərk, bərkimək, bərkitmək deməli feildən yaranıb. Sonuncu leksik şəkildən əvvələ baxmaq lazımdır. Sehirlənmək, sehir, sehirləmək, sehirlənmək. Burada sehirlənmək sözü sehirləmək sözü feilindən yaranıb. Buna görə düzgün cavab B bəndidir. Hansı cümlə ilə bağlı fikir səhvdir? A. Kərim kişi bağa yaxşı qulluq edirdi. Xəbər şəklində mürəkkəb feil var. Qulluq edirdi mürəkkəb feildir və xəbər şəklindədir, indiki zamandadır. B. Təsadüfə bel bağlamaq aldanmaqdır. Həm feilin, həm də ismin xüsusiyyətini daşıyan söz işlənmişdir. Burada məsdər var və doğrudur. C. Uşaqlar qələbədən ruhlandılar. Təsviflənən feil məlum növdədir. Burada ilk baxışda qayıdış növü oxşasa da, ruhlanmaq sözü addan düzələn feildir. Adlardan düzələn bütün feillər məlum növdədir. D bəndi. Döşək üzərində güclü pəhləvanlar güləşirdilər. Qarşılıq növdə olan feil indiki zamandadır. Bu fikrə diqqətli olmaq lazımdır. Güləşirdilər feili indiki zamandadır. Lakin bu feil qarşılıq növdə olan feili yox, məlum növdə olan feildir. Nə üçün? Çünki güləşmək sözü sadədir. Bütün sadə feillər isə məlum növdə olur. E bəndində şeir deyəndə gözlərini yumardı. Təsviflənən və təsviflənməyən feil işlənmişdir. Deyəndə feili bağlama, yumardı, qeyri-qəti gələcək zaman, yəni təsviflənən və təsviflənən feil vardır. Buna görə də düzgün cavab, yəni səhv fikir D bəndindədir. Cavab D. Hansı sözlər ismin qrammatik şəkilçilərini qəbul etmədən ismi əvəz edə bilmir? A. Siz, hamı. Bunlar ismi əvəz edə bilir, heç bir şəkilçi qəbul etmədən. B. Biri, o. Hər ikisi ismi əvəz edə bilər. D. Kim, neçə,
Kim ismi əvəz edə bilər? O, bu şəkilsi qəbul etmədən ismi əvəz edə bilər. C bəndində bəzi, belə. Bu əvəzliklər bəzi həm sifəti əvəz eləyir, belə həm sifəti əvəz eləyə bilər, həm zərfi əvəz eləyə bilər. Qrammatik şəkilçi qəbul edərək isə ismi əvəz eləyə bilər. Yəni bəziləri, beləsi, belələri. Buna görə də düzgün cavab C bəndi olacaq. Nümunələrə əsasən uyğun fikirləri müəyyən edin. Durğu işarələri buraxılmışdır. 1. Cümlədə yalnız şəxs əvəzliyi kimi düşünülə bilən söz var. C bəndində o buradakı adamların hamısını tanıyırdı. Burada o kim sualına cavab verir və şəxs əvəzliyi kimi düşünülə bilər. 2. Cümlədə yalnız işarə əvəzliyi kimi düşünülə bilən söz var. E-yə baxaq. O çayın sahilində geniş otlaq sahələri var. Hansı çayın? O çayın. O da yalnız işarə əvəzliyi kimi düşünülə bilər. 2-yə aiddir. 3. Cümlədə həm şəxs, həm də işarə əvəzliyi kimi düşünə bilən söz var. A bəndinə baxaq. O dostunu intizarla gözləyirdi. O kim dostunu şəxs əvəzliyi kimi düşünmək olar. O dostunu, hansı dostunu? O dostunu. Həm də işarə əvəzliyi kimi düşünmək olar. Buna görə də düzgün cavab A bəndidir. Cədvələ əsasən uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Mürəkkəb ismin tərkibində isim işlənməyə bilər. Bu doğru fikirdir. Yəni, elə mürəkkəb isimlər var ki, qaçaqaç, basabas və s. Belə isimlər feillərdən düzəlir. Yəni, tərkibində ancaq feil var, məsələn. Ola bilər. Yəni, bu düzgün fikirdir. Təbrik sözünə saitlə başlayan şəkilçi artırıqda sözün kökü fərqli deyilir. Bu yanlış fikirdir. Çünki təbrik alınma sözdür və təbrikin təbrikə K hərfi Q kimi tələffüz olunacaq, yəni dəyişməyəcək. 3-də əvəzlik sifəti əvəz edərkən mənsubiyyət şəkilçisi qəbul edə bilmir. Əvəzlik sifəti əvəz edərkən mənsubiyyət şəkilçisi qəbul edə bilmir. Bu doğrudur. Çünki mənsubiyyət şəkilçisi ismə aid olan xüsusiyyətdir. O kitab, bu kitab, hər adam, onlar o zaman mənsubiyyət şəkilçisi qəbul edə bilmir. Bu da doğru fikirdir. 1-3 doğru fikir oldu. Yanlış. Eniş, yoxuş, əks mənalı düzəltmə sözlərin birləşməsindən yaranan mürəkkəb isimdir. İlk baxışda doğru görünür, amma biraz diqqətli olaq. Eniş, yoxuş, əks mənalı sözlər də doğrudur. Lakin düzəltmə sözlər, eniş düzəltmə sözdür, yoxuş isə sadə sözdür. Buna görə də bu yanlışdır və düzgün cavab 1-3-4 olacaq. 5-də dağıldı feili məlum növdədir. Bu düzgündür. Yəni dağıldı məlum növdə olan sadə feildir ona görə. Dəlisov azaltma dərəcəsində olan sifətdir. Bu da düzgündür. Yəni yanlışa getmir. Düzgün cavab 1-3-4 D bəndidir. Verilmiş fikirlərdən biri zərflə feili bağlamanın ortaq cəhəti deyil. Zərflə feili bağlamanın ortaq cəhəti deyil. A. Qullursa sadə, düzəltmə və mürəkkəb olur. Bəli, hər ikisi qullurca üçdür. B. Təsviflənən və təsviflənməyən feillərə aid ola bilir. Həm zərf, həm də feili bağlama doğrudur. Həm təsviflənən, həm də təsviflənməyən feillərə aid ola bilər. C. Cümlədə zərflik rolunda çıxış edir. Bu da doğrudur. Hər ikisi zərflik rolunda çıxış edə bilər. D. Hərəkətin tərzini, zamanını, miqdarını bildirə bilir. Bu da doğru fikirdir.
E bəndidir. Yalnız söz kökündən ibarət ola bilir. Bu yanlış olacaq, yəni ortaq cəhət olmayacaq. Çünki zərflər yalnız kökdən ibarət ola bilsə də, feili bağlamalar isə hökmən qrammatik şəkilçilərlə yaranır. Buna görə də şəkilsiz feili bağlama olmur. Düzgün cavab E bəndidir. Hansı nümunədə feilin şərt şəklinin şəkilçisi işlənmişdir? Təbii ki, yenə diqqətli olmaq lazımdır. Sasə İsənin şəkilçiləşmiş variantı ola bilər. Bir də şərt şəkilçisi sasə ola bilər. Nəyə diqqət etmək lazımdır burada? Diqqət etmək lazımdır ki, İsə hissəciyinin şəkilçiləşmiş variantı feil şəkillərindən sonra gəlməlidir. A. Göndərilməsə. Burada göndərilməsə, həm də bir məsələyə də diqqətli olmaq lazımdır ki, şərt şəkili inkar şəkilçisinə birbaşa qoşula bilər, İsə hissəciyi qoşula bilməz. Buna görə də elə düzgün cavab A olacaq, feil şərt şəklinin şəkilçisi olacaq. Digərlərinə də baxaq. B. Deyilməzsə, gələcək zamana, yəni xəbər şəklinə qoşulub. Danışıldısa, xəbər şəklinə qoşulub. D. Görməlidirsə, şəxs şəkilçisindən sonra gəlibsə, həm də malıməliyə qoşulub. İsə hissəciyidir. E. Qoruyursa, indiki zamana qoşulub. İsə hissəciyidir. Düzgün cavabımız olacaq A bəndi. Biri feilin fərqli qrammatik məna növündədir. A. Görüşmək, qarşılıq birgəlik. Salamlaşmaq, salamlamaq, qarşılıq birgəlik. Döyüşmək, qarşılıq birgəlik. Qucaqlaşmaq, qucaqlamaq, qarşılıq birgəlik. Dərdləşmək, qarşılıq birgəlik növdə deyil, məlum növdədir. Çünki dərdləmək sözü yoxdur. Dərd ismindən yaranıb. İsimdən, adlardan yaranan feillər isə həmişə məlum növdədir. Düzgün cavab C bəndidir. Dinləyən şagird birləşməsində feilə aid yanlış fikri müəyyən edin. A. Necə, nə cür, hansı sualına cavab verir? Dinləyən şagird, necə şagird, nə cür şagird, hansı şagird? Yəni bu feili sifətdir. İlk baxışda onu bilmək lazımdır. B. Ümumi qrammatik mənasına görə hərəkət bildirir. Yəni feil olduğu üçün bəli, təsvirlənməyən feildir. C. Quruluşuna görə sadə feildir. Bu da doğru fikirdir. Dindən dinləmək yox, elə dinləmək sözün köküdür. İki nitq hissəsinin xüsusiyyətini daşıyır. Feili sifət olduğu üçün həm sifətin, həm də feilin xüsusiyyətini daşıyır. Bu da doğrudur. D bəndi feilin inkarında işlətmək olmur. Bu isə yanlış fikirdir. Dinləyən, dinləməyən, yəni bu sadə tez sayılır. Cavab D bəndidir. Hansı şəkilçi feillərdə yalnız qrammatik şəkilçi kimi işlənir? Dur. Feildən feil düzəldə bilir. Yazdırmaq, oxutdurmaq. B. Həm qrammatik şəkilçi kimi, həm də leksik şəkilçi kimi, dır da həmçinin. Həm feil şəklinin şəkilçi kimi, əmr şəkli, həm də leksik şəkilçi kimi görünmək. D. Şəkilçisi. Həm qeyri-qəti gələcək zaman şəkilçisi, həm otarmaq və s. Dır şəkilçisi isə yalnız qrammatik şəkilçi kimi olur. İstər o keçmiş zamanı şəkilçisi kimi, istər idinin şəkilçiləşmiş variantı kimi olsa da yenə də qrammatik şəkilçi vəzifəsində olacaq. Buna görə də düzgün cavab D bəndidir. Hansı cümlələrdə işlənmiş əvəzliklərin məna növləri quruluşuna görə yalnız sadə olur? Təbii ki, diqqətli olmaq lazımdır. O dəqiqə əvəzliyin məna növlərini sayıb və onların sadə yoxsa sadə düzəltmə mürəkkəb olduğunu bilmək lazımdır. Bir də hər adamla dostluq etmə. Bu təyin əvəzliklərdir. Hər, bütün, öz filan, eyni. Yalnız sadə olur. Deməli, bir.
oradakı kəndə hansı yolla daha tez çatmaq olar? Hansı? Sual əvəzliyidir və sual əvəzliyi həm sadə, həm düzəltmə, həm mürəkkəb olar. 2 olmaz deməli. 3-də hamının başa düşəcəyi tərzdə danışın. Hamı. Hamı qeyri-müəyyən əvəzlikdir. Həm sadə, həm düzəltmə, həm mürəkkəb olar. 4. Şəhidlərin haqqı bizim boynumuzdadır. Bizim şəxs əvəzliyidir. Mən, sən, o, biz, siz, onlar. Yalnız sadə olar. 4-də bizim cavabımıza uyğundur. 5. Heç yerdə beləsini görməmişdim. Belə, burada heç qarışdırmaq lazım deyil, o ədatdır. Elə, belə əvəzlikləri, bunlar da, yəni işarə əvəzlikləri yalnız sadə olur. Buna görə də düzgün cavab 1, 4, 5 B bəndidir. Bağlar sözü hansı cümlədə təsirli haldadır? A. Kəndin bağları çox xoşuma gəldi. Buradakı I şəkilçisi mənsubiyət şəkilçisidir, adlı haldadır. B. Çayın kənarındakı bağlar təzə salınmışdı. Təzə salınmışdı. Nə? Nələr? Bağlar adlı haldadır. C. Bağlar tərəfdə yeni yol çəkiləcək. Bağlar tərəfdə. Bağlar sözü yenə də adlı haldadır. D. Bu bağları çoxdan idi ki suvarmırdılar. Suvarmırdılar. Nəyi, nələri, haranı, bağları. Bu təsirli haldadır. E bəndə bir qədər aralıda alma bağları görünürdü. Alma bağlarındakı da I mənsubiyyət şəkilçisidir. Deməli, düzgün cavabımız, yəni təsirli halda olan söz, bağlar sözü D bəndindədir. Hansı sözlərin yazılışı ilə deyilişi arasında 3 fərqli məqam var? 1. Asfaltlamaq, asfaltdamaq. 3 fərqli məqam oldu burada. 2-də itaətkarlıq, itaət sözü olduğu kimi qalır. İtaətkarlıq 2 dənə oldu. 3. Dönməzlik, dön, n, m kimi tələffüz olunacaq. L, d kimi tələffüz olunacaq. K, ih kimi tələffüz olunacaq. Yəni 3 məqam da 3-cü sözdə olacaq. 4-də qanat, qanadlanmaq, qanadlanmaq. 1-ci D, T, L, D, N, M, sondakı G isə X. Yəni 4 dənədir burada fərqli məqam. 5-də isə 11-lik N hərfi birincidən M kimi tələffüz olunur. 11, L hərfi R kimi tələffüz olunur. K hərfi isə ih kimi tələffüz olunur. Yəni 1, 3, 5 düzgün cavab A-dır. Antonim frazeoloji birləşmələri müəyyən edin. A. Hövsələdən çıxmaq, hirsi başına vurmaq. Bu əslində sinonim olacaq. Daşı ətəyindən tökmək, daşı ətəyinə yığmaq. Daşı ətəyindən tökmək frazeoloji birləşmə olsa da, daşı ətəyinə yığmaq frazeoloji birləşmə deyil. D. Dilotu yemək, susmaq. Bunlar bir-birini əks məna ifadə eləsələr də, antonim frazeoloji birləşmələr, sinonimlər, amonimləri hər iki tərəf frazeoloji birləşmə olmalıdır. Ona görə də bu doğru olmaz. Qulaq asmaq, qulaq asmamaq. Bu da şəkilçi ilə yaradıldığı üçün, yəni qrammatik şəkilçi ilə, bu da antonim olmaz. Lakin B bəndində ipini yığmaq, yüyənini boş buraxmaq. İpini yığmaq və yüyənini boş buraxmaq bir-birindən əks mənalı olan frazeoloji birləşmələrdir. Düzgün cavab B bəndidir. Klasteri tamamlayın. Müxtəlif nitq hissəsinə aid amonimlərdir. Nümunədə verilib şiş. Şişmək feili var. Şiş ismi var.
Buna uyğun sözlər tapmalıyıq. Qarı sözü, qarımaq, qocalmaq mənasında. Bir də qarı, qoca qadına deyirlər, isimdir. Biri deməli götürməliyik. Biri götürməli isə B ilə eyni çıxırıq. 2. Xal. Xal bal mənasındadır. Xal üzdəki xal mənasındadır. Yəni amonim olsa da müxtəlif nüqsəsinə aid deyirlər. 3. Qoyun. Qoltuq və qoyun quzu mənasında olanda da amonimdir, lakin müxtəlif nüqsəsinə aid yox, eyni nüqsəsinə aiddir. Göy. Bir var göy, səma, asiman, isim. Bir də var göy, rəng. Müxtəlif nüqsəsinə aid olan amonimdir. 1-4'ü götürdük. 1-4'ü götürdüksə 6'ını da götürərik. Baxaq görək. 5'ə baxaq. Müxtəsər, müxtəsər. Uşaqlar burada çaşa bilərlər. Müxtəsər qısa sifətidir. Vurğusu axıra düşür. Müxtəsər. Bir də var müxtəsər. Vurğu əvvələ düşür. Bu modal sözdür. Və vurğusu fərqli olduğu üçün bunlara amonim söz demək olmaz. Yəni müxtəlif nüqsəsi olsa belə onlar amonim sayılır. Lakin ara sözündə bir var ara, məsafə ismi, bir də var aramaq feili kimi digər müxtəlif nüqsələrinə aid olaraq amonimli yarada bilir. Deməli, düzgün cavab 1, 4, 6 C-bəndir. Hansı cümlədə zərf işlənmişdir? A. Min acını yerlər bir şirinin xatirinə. Burada zərf yoxdur. Acı və şirin sifətdir. B. Yaxşı məsləhət hər şeydən yaxşıdır. Yaxşı sözlərin hər ikisi sifətdir. C. Od düşdüyü yeri yandırar. Yer burada isimdir. D bəndində işi düşəndə səni axtaranla dost olma. Nə zaman? İşi düşəndə. Bu zərf yox, feili bağlamadır. E. Hərəkət harada, bərəkət orada. Burada harada sual əvəzliyi, orada isə yer zərfidir. Deməli, düzgün cavab E bəndidir. Verilmiş cümlədə hansı əsas nitq hissələri işlənmişdir? Sakit axan çayın sahilində çadırlar quruldu. Nitq hissələrinə baxaq görək ki, hansı? Çay, isim var. Sonra, sakit sifət ola bilər, sifət deyil. Sakit axan, feili aid olduğu üçün zərfdir. Axan çay, necə çay? Axan, feili sifətdir. Sahilində çadırlar quruldu. Feil var, quruldu feildir, axan feildir. Mən bunda işarə eləyəcək. Sakit sözü isə axan sözünə aid olduğu üçün, feili aid olduğu üçün zərfdir. Yəni, düzgün cavab 1, 5, 6'dır. Hansı cümlələrdə xəbər şəklində olan feil işlənmişdir? Xəbər şəkli. Yəni, xəbər şəkli deyən kimi zaman yadımıza düşməlidir. 1. Bunu heç vaxt unutmayacağıq. Yəni, bu gələcək zamandadır. Xəbər şəklindədir. 2. İndi isə mənə son arzunuzu söyləyin. Burada söyləyin əmr şəklindədir. Olmaz. 3. Adam göndərib Eldarı çağırmalıydım. Burada çağırmalıydım. Vacib şəklindədir. Xəbərdə deyil. Amma burada göndərib sözünə diqqətli olun. Buradakı göndərib sözü zaman şəkilçisi deyil. Bu feili bağlamadır. Ona görə də o da doğru olmayacaq. 4. Siz uzaqdakı qaraltıları görürsünüzmü? Görürsünüz. İndiki zamandadır. Deməli, xəbər şəklindədir.
5. Azad məktəbdə də heç kimlə söhbət etməzdi. Söhbət etməzdi. Qeyri-qəti gələcək zamanın inkarındadır. Deməli, düzgün cavab 1, 4 və 5-dir. Verilmiş nümunələrdə əvəzliyin mənaca hansı növünə aid söz yoxdur? Onlar şəxs əvəzliyi var. Necə sual əvəzliyi var. Bəzi qeyri-müəyyən əvəzliyi var. Sən şəxs əvəzliyi var. Filan kəs qeyri-müəyyən əvəzliyi var. Qaldı işarə əvəzliyi və təyin əvəzliyi. Deməli, burada işarə əvəzi ilə təyin əvəzi yoxdur. Ona görə düzgün cavab 3, 5-dir. Hansı cümlələrdə gələcək zaman anlayışı bildirən feili sifətlər işlənmişdir? Feili sifətlər həm keçmiş zaman anlayışı bildirə bilir, həm indiki zaman anlayışı bildirə bilir və gələcək zaman anlayışı bildirə bilir. Sadəcə olaraq abituriyentlər nəyə fikir verməlidir? Yəni, zamana görə dəyişməkdən getmir söhbət. Zaman məzmunundan, zaman anlayışından gedir. 1. Müəllim yazılası tapşırıqları izah etdi. Bu oldu yazılası tapşırıqlar. İzah etdiyə baxmırsan. Yəni, yazılası tapşırıqlar. Deməli, yazılası tapşırıq, hansı tapşırıq? Gələcək zaman məzmunudur. 2. Qarabağda dağılan şəhərlər bərpa edilir. Dağılan şəhərlər, dağılan, indiki zaman məzmunudur. 3. Hələ də dolabda oxunası kitablar qalmışdır. Oxunası kitablar, oxunası ası. Bu da gələcək zaman məzmunudur, anlayışlıdır. 4. Burada yeni yaşayış məskənləri salınacaq. Buraya tezliklə insanlar köçəcəklər. Bunlar isə feili sifət yox. Feilin təsvirlənən formalardır, gələcək zamandadır. Deməli, bizim şərtimizə əməl edilmir. 5. Görülməli işlərimiz çox qalmışdı. Görülməli, vacib şəklində olan, yəni vacib şəklinin şəkilçisi ilə amonim olan görülməli işlərimiz, bu da gələcək zaman məzmunlu feili sifətdir. Düzgün cavab 1, 3 və 5-dir. Uyğunluğu müəyyən edin. 1. Buraya yazaq. 1, 2, 3. Məsul növdə olan feil işlənən cümlə. Payızda torpaqlar şumlanır. Şumlamaq, şumlanmaq kim tərəfindən şumlandığı aydın deyil. Məsul növdür. 1-ə yazırıq C. 2-də qayıdış növdə olan feil işlənən cümlə. Uzaqdan kiçik bir kənd görünürdü. Görünmək qayıdış növdədir. Çəmənlər yaşıl rəngə boyandı. Boyanmaq qayıdış növdədir. İş öz üzərində görülür. Şəxsiz növdə olan feil işlənən cümlə. Bizdə qonağa hörmət edilir. Hörmət edilir. Fikir versə cümlədə mübtəda yoxdur və onu təsəvvür etmək mümkün olmayacaq. Buna görə də bu 3-ə aiddir. Oyunçuya xəbərdarlıq edildi. Xəbərdarlıq etmək kimə? Xəbərdarlıq edildi. Şəxsiz növ olacaq B. Düzgün cavab 1C, 2DE, 3AB-dir. Antik Yunan natiqlik məktəbinin görkəmli nümayəndələrindən biri Demosfen olmuşdur. O, eradan əvvəl 384-cü ildə Afina'dan anadan olmuşdur. Onun atası dövrün imkanlı şəxslərindən biri idi. Demosfen dünyaya nöqtələr gəlmişdir. Onun dili bir qədər pəltə giymiş, qı səsini düzgün tələffüz etmir, danışanda yersiz əl-qol atır, sağ çiynini tez-tez çəkirmiş.
O, bu qüsurları aradan götürmək üçün uzun müddət öz üzərində çalışmışdır. Demosfen sözləri daha aydın ifadə edə bilmək üçün ağzına xırda daşlar alaraq dəniz kənarında nitq söyləyər, danışarkən çiynini atmağı tərk etmək üçün tavandan asılı cidanın altında durarmış. Uzun müddətli məşqlər və davamı var. İndi görək sual əsasında necə olacaq. Mətnə aid sual 28-ci sualdır. Mətndə altından xətt çəkilmiş sözə əsasən ondan əvvəlki cümlədə kontekstə uyğun hansı sözü yazmaq olar? Burada diqqətli olmaq lazımdır. Yəni kontekstə uyğun. Kimsə ora yazar pəltək, amma məzmun doğru olmayacaq, ağırlıq gələcək. Buna görə də Demosfen dünyaya qüsurlu gəlmişdir, nöqsanlı gəlmişdir, eyibli gəlmişdir sözlərini artırmaq olar. Deməli, yazırıq bura. Qüsurlu, nöqsanlı və s. Mətnlə zəif əlaqələnmiş cümləni müəyyən edin. Burada bir qədər diqqətli olsaq, müəyyən qədər əlaqə var. Tam əlaqəsi yoxdur demək olmaz, amma zəif əlaqələnir. Çünki burada Demosfenlə danışır və birdən-birə onun atası dövrün imkanlı şəxslərindən biri idi. Bu cümlə mətnlə zəif əlaqələndirilib. Deməli, cavab onun atası dövrün imkanlı şəxslərindən biri idi. Sonuncu cümləni elə tamamlayın ki, mətnin nəticəsini ifadə edə bilsin. Yəni, mətni yenə diqqətli oxumaq lazımdır. Ondan sonra fikir verin. Yəni, bizə ipucu verir. Uzun müddətli məşqlər adı nə gələ bilər? Demosfeni natiqlik sənətinin zirvəsinə yüksəltdi və s. buna oxşar fikirlər yazmaq olar.